Hər vaxtınız xeyir, hardan başlamalı efirdədir. Uzun fasilədən sonra yenidən sizinlə görüşürük və bu dəfə bir fərqli qonaqla görüşünüzə gəlmişik. Numeroloq, şuuraltı terapist Gövhər Sulcan qonağımızdır. Gövhər xanım, xoş gəlmisiniz. Xoş gördük, çox sağ olun, təşəkkür. Vaxt itirmədən istərdim ki, elə sizin fəaliyyət göstərdiyiniz istiqamət üzrə mövzumuza başlayaq. Gövhər xanım, bir insan öz rəqəmini, öz sayını öyrənmək üçün prosesi hardan başlamalıdır? İlk öncə prosesə başlamaq dərkən burada bir neçə xəritələr var. Amma ən azından doğum günümüz, ayımız və ilimiz. Bu üç rəqəm bizə həyatdakı xarakterimiz, həyata gəliş məqsədimiz, nələri düzgün edib düzgün edə bilmirik, bunları bizə öyrədir və biz ən azından bu üç rəqəmi, yəni doğum günümüz, ayımız və ilimizin toplamı, irəlidə bu barədə danışacağam. Bunların düzgün formada necə pozitivdə yaşamalıyıq, onu bilməkdən başlayır və daha da irəliyə gedərək artıq biz orada bütün tam xəritəni açıb öyrənməyi bilməliyik ki, uğurlarımız hardadır və həyatımız bizə hansı istiqamət aparır bu rəqəmlərdə. Ümumiyyətlə, sayılar insanın xarakterini necə açıqlayır? Hətta bu barədə Carl Jung'un belə bir məqaləsi var. 22 arxetip yəni rəqəm insanların həyatına və xarakterinə təsirini bilirsiniz. Yəni Carl Jung insan xarakteristikasını araşdırırdı və həqiqətən də bu 22 arkananın, 22 arxetipin o günündə, ayında, ilində doğulan insanların artıq sizə bir məlumat verir bu insan haqqında. Bəli, ola bilər ki, biri bu rəqəmin neqativini yaşayır, digər tərəfi pozitivini yaşayır. Məsələn, necə ki görürük, eyni gündə doğulub və yaxud da eyni aylarda doğulub, amma fərqli xassiyyətləri var. Bəli. Biz bunu ümumiləşdirib deyə bilmərik ki, bütün birlər belədir, bütün ikilər elədir. Bizim burada deyəcəyimiz odur ki, əslində bir necə olmalıdır? Əgər belə deyilsə, bunun əksidirsə, bu onun mənfisidir və həyatda get-gedə bu mənfini yaşadıqca daha da zəifləməyə doğru gedəcək. Ona görə də biz bütün bu 22 arxetipin klassik numerologiyaya görə 9, karmik və matriksə görə isə 22. Carl Jung da bu 22 arxetipdə araşdırmışdı. Və bu 22 arxetipdə bu rəqəmlərə görə biz kimik, bizim əsl xarakterimiz nədir və bu xarakterə görə necə davranmalıyıq ki, onu müsbətə gətirək. Bəli, çox təəssüf neqativlərini yaşayanlar var. Çox təəssüf bilmədən də lap dərinə gedərək lap neqativə düşən insanlar da var. Amma bildikdən sonra onu o qədər gözəl pozitivə gətirirlər və həmişə də bu sözü deyirlər. Mən əslində bilirdim bu belədir. Çünki sadəcə o təsdiq axtarırlar. Neqativə düşmək dedikdə burada yəni həyatda işlərinin düzgün gətirməməsi, uğur qazana bilməməsi, bunlar mı nəzərdə tutulur? Təbii ki, ailə qurmaqda, işində bacarıqlı olmaqda, seçdiyi sahədə gəlir əldə etməkdə bu gün hər kəsin ən çox istədiyi nədir? Maddiyyat, gəlir əldə etmək. Amma gəlin baxaq görək, bu insan onun rəqəmlərini əhatə edən, əslində ruhu bilir, o sahəni istəyir. Amma nələrdənsə dolayı gedir başqa sahəyə, ailə yönləndirir, ya müəyyən məqsədlərə görə gedir. Günün sonunda insan özü xoşbəxtdir, ümumiyyətlə qazandığı gəlir onu qane etmir, bərəkəti yoxdur, belə deyək də. Çünki rəqəmlərini tanımır. O bilsə ki, onun maddi kanalında dayanan rəqəmlər ona deyir ki, sənin bu sahədə uğurların var və doğrudan da insan o sahəyə gedəndən sonra böyük açılımlar yaşayır. İstər maddiyyatında, istər münasibətlərində. O zaman belə çıxır ki, doğum tarixi bizim həyat boyu seçimlərimizə ciddi təsir edir. Bəs bu necə baş verir? Çox təsir edir. Baxın, ona görə numerologiya nə faldır, nə spiritualizmdir. Numerologiya seçimdir, azad iradədir. Necə ki, Tanrı yalnız insana verib azad iradəni, yəni biz azad iradəmizə görə elədiyimiz əməllərlə taleyimiz dəyişir. Hətta Qurani-Kərimdə də bu var ki, bizim əməllərimiz qədərimizə bağlıdır. Ki biz çabamıza, yəni nə qədər biz çabalayırıqsa, o qədər də bizim taleyimiz dəyişir. Bu da o deməkdir ki, biz əgər rəqəmlərimizi pozitivə gətirə biliriksə, bizim həyatımızda dönüşümlər yaşanır, dəyişimlər yaşanır. Amma yox, biz rəqəmlərimizi neqativdə yaşayırıqsa, məsələn, falçı nə deyə bilər insan? Səndə bu olacaq. Amma biz belə deyə bilmirik numerologiyada səndə bu olacaq. Biz sadəcə seçim veririk. Əgər sən bu rəqəmlərinə, bu xəritənə uyğun olaraq bu əməlləri, bu hərəkətləri, bunları eləsən, oxumaqda, təhsildə hər şeyin öz ayrı yeri var. Sən bu sahədə irəli gedəcəksən. Yox, eləməsən, tam ziddin eləsən,
çox təəssüf sənin enerjin düşməyə başlayacaq. Mən istərdim ki, sistemi bir balaca gözümün qabağına gətirim. Yəni bu böyük bir rəqəmlər sistemidir və mexanizm işləyir. İşləyir, bəli. Amma tutaq ki, siz deyirsiniz, məsələn, doğum tarixinin rəqəmləri həyatında dəyişikliyi baş vermək üçün bu mexanizm, bu sistem, rəqəmlər necə dəyişməlidir ki, həyatımdakı hansısa bir hadisədə mən müsbət dəyişimlər görüm, müsbət yeniliklər görüm və burada təkcə rəqəmləri dəyişməkləmi olmalı, yoxsa mən eyni zamanda davranışımda, yaşayışımda nələrsə də dəyişməliyəm? Biz rəqəmləri dəyişə bilmirik. Rəqəm zaten doğum tarixi bir dəfə yazılır, möhürdür. Biz onu dəyişə bilmirik. Biz rəqəmlərə görə davranışlarımızı, xasiyyətimizi və əməllərimizi dəyişirik. Və buna da fərqindəlik deyirik. Əgər bir insan fərqindədirsə ki, bunun həyatında nələrsə düz getmir, mən nə etməliyəm? Təbii ki, ona görə deyirik, xəritə analizləri çox önəmlidir və hələ də ki, burada söhbət bir xəritədən getmir. Klassik numerologiya ayrıdır, karmik numerologiya ayrıdır, taley matritsası ayrıdır. Hər biri bizə ayrı-ayrı bir mövzudan xəbər verir və bütün bu sistemi toplayan insan, yəni bunun təhlilini alan insan, çünki bu insan bunu özünü tək təhlil edə bilməz. Bu hesablama sistemidir, bunun üçün mütəxəssisə müraciət olunmalıdır. Amma ən azından heç bir şey etməsə belə, yəni müraciət etməsələr belə, sadəcə doğum günüm, ayım və ilimin toplamındakı rəqəmlərdən danışacağıq. Ən azından onlara uyğun bir hərəkət edim ki, mənim həyatımda görəcəklər zaten o dəyişimi. Adi bir istək, adi bir hərəkət edir. Çox belə sadə bir şey deyirik ki, siz bunu eləməlisiniz. 3 gündən sonra zəng gelir ki, qəribə bir olay oldu. Çoxdandır bunu gözləyirdim. Gözləmədiyim anda gəldi. Çünki sistem nə deyir? Sən mənə kömək elə, mən də sənə kömək eləyim. Geri dönüş edin. Bəli, Tanrının sistemidir. Bu doğulduq, tarix, nöqtə yazıldı. Rəqəm nədir? Dəqiq, konkret. İllərdir, hətta bunun qədim köklərini belə tapa bilmirlər ki, qədim Misirdən gəlib, Yunanistandan gəlib. Bu 22 arxetipni hazırlayan insanlar bəzilərdilər qədim Atlantis dövründən gəlir. Oradakı olan simvollar 22 arkanın üzərində olan. Yəni tarixi belə qədimdən və eradan əvvələ gedib çıxır. Sadəcə müasir dövrdə metafizik bilikləri olan insanlar həmin arxetipləri götürərək, özəlliklə Rusiya sistemi ilə biz gedirik, Rus ekolu ilə gedirik. Bu sistemin sadəcə belə deyək də çertyojunu çəkiblər. Amma arxetiplər bugünkü günə aid deyil. 1 nədir, 5 nədir, 20 nədir, onun anlayışını bugün verməyiblər. Sadəcə hesablanma qaydası və düstur dəyişib, daha da yenilənib və müasir dövrdə olduğumuz üçün, məsələn, həmişə biz necə baxırdıq numerologiya? 9 dənə, 9 rəqəm. 10 olanda 1 götürürdük, 12 olanda 3 götürürdük. 0 götürülmür. 0 götürülmür zaten. Amma indi tam tərsi. Hətta karmik numerologiyada 0-ı 22 olaraq götürürük. Çünki artıq sistem dəyişib, yenilənmələr başlayıb və 9 rəqəm daha az məlumat verir. Amma baxın 22 arxetipdir. Artıq bizim əlimizdə 22 dənə rəqəm var. 22 açılım var. Bizdə daha böyük bir məlumat var. Ona görə də bu yeni sistemə keçid hal-hazırda biraz hələ yeni olduğuna görə çox insanlar bundan məlumatlı deyil. Və numerologiya deyəndə ümumi numerologiya nəzərdə tuturlar. Klassik, ümumi, rəqəmlər, bu belə deyil. Orada bizim bir həyat yolumuz var. Sanki yazılıb o bizim üçün o həyat yolu və azad iradə ilə Tanrı onu bizə verib. Seç. Hansını istəyirsən? Bunu mu seçirsən? Bu rəqəmin, yəni pozitivini yaşamağını seçirsən, yoxsa neqativini yaşamağını seçirsən? Kodlaşdırma var, müasir texnologiyada və kompüter elmində var. Rəqəmlərlə, hərflərlə kodlaşdırma var və insanlar var ki, həmin kodlaşdırma ilə çox rahat şəkildə biri-birindən ünsiyyət qura bilirlər. İnsan da mı onun kodlaşdırmalardan ibarətdir? Numerologiyada belə gedir kodlaşdırmalar. Xəritədə üçlü kodlar olur. Özəlliklə ata-ana nəsillərindən gələn ssenarilər. Və inanın, o qədər qəribə hadisələr görürük, o qədər qəribə şeylər baş verir. Analiz zamanı sual verirəm. Sizin nəsildə əlindən alınan, yalnız qalan, uşağı tərk edilən, yəni tək qalan birisi olubmu? Sadəcə sual verirəm. Çünki orada o kod deyir sizə, o üçlü kodu görürəm. Və elə cavablar verirlər ki, bir anlıq öncə bir təəccüblənirlər ki, axı bu 3 dənə rəqəm bizə nə deyə bilər? Ki, həqiqətən də övlad olunub, götürülüb, ananın icazəsi olmadan başqa birinə verilib, o ana sonra ailə qurmayıb, həyatı boyu tək qalıb. Bu nəsil ssenarilərində o kodlar daha güclü bizə verir ki, o xəritəni açmağa. Hə,
Bunun bu insana təzahürü nədir? Biz ona baxırıq. Bu nəsillərdə o olay yaşanıb, o hadisələr yaşanıb. İndi biz baxırıq ki, hər iki nəsildə, həm ata nəslində, həm ana nəslində o üçlü kod dediyimiz şifrəni açırıq. Bugünkü gündə bu insana bunun təzahürünü deyirik. Deyir, eyni ilə belədir. Bugün nədənsə məndə qəribə bir şəkildə o duyğu var içimdəki. Deyirəm, bu duyğu mənə hardan gəlir? Çünki bizim DNA-mızdadır. O nəsildə olay yaşanıb. İtkilərmi olsun, özəlliklə çox zaman savaşlar çıxır. 7 və 21 arkanları çıxanda. Müharibələr olub, müharibədən qayıtmayanlar olub, ulu babalarımızın soylarında. Və o nəslin cəmiyyət bir-biri ilə frekansla bağlıdır da, keçmiş, gələcək və bugün. O nəsillər o duyğunu, o inancı yaşayıblar içlərində və gəlir 10 nəsil sonra birisi doğulur, 5 nəsil sonra birisi doğulur. Eyni inanc, eyni duyğu onun xromosomundadır. Necə ki, genetik olaraq ötürülür. Eynən 46 xromosomun 23-ü ata, 23-ü anaya aiddir. Məsələn, tibbdə biz buna belə baxırıq ki, genetik analiz, hətta xanımların ana olma dövründə həkim bunu tələb edir. Amma biz deyirik ki, enerji analiz etmisinizmi? Sizin nəslinizdə, genlərinizdə və dediyimiz o siz dediyiniz o üçlü kodlar var. Onlar sırf yalnız nəsillərdə olur. Nəsil ssenarilərində o üçlü kodlardan baş verəcək olayı, baş vermiş daha doğrusu olayı deyirik ki, belə bir hadisə olubmu? Zaten hamı təsdiqləyir. Aha, indi gəlin baxaq, onun sənə təsiri nədir bu həyatda və sən bir nəticə, kötücə olaraq sənin boynundakı yük nədir ki, o üçlü şifrəni açıb həyatına gözəl şəkildə davam edəsən ki, səndən sonra gələn nəslə bu aid olmasın. Belə bir deyim var ki, uşaqlara istedad anadan keçir. Yaxşı, biz əgər o fikirdən yola çıxsaq, həmin o dediyimiz nəsillərdən gələn nələrsə ötürmələr varsa, o anadan mı çox gəlir, yoxsa atadan? Baxın, tale matrisası xəritəsində bir aşağı zonalar var, ata-ana nəsli, bir də yuxarı zonalar var, ata-ana nəsli. Aşağı zonalar bizə artıq karmadır. Biz onları, nəslimiz ki pis yaşayıb, bizə də təsir edir. Yuxarı zonadan gələn üçlü kodlar, o nəsildən bizə gələn potensial və yetənəklərdir. Həm ata nəslindən, həm ana nəslindən, hər iki nəsildən. Sadəcə baxır ki, ruh hansını daha güclü götürür. Bəzi uşaq anadan keçən o üçlü kodu aktiv götürür, istifadə edir. Bəziləri isə atadan gələnləri. Yəni, sırf anadan gəlir deyə konkret belə bir şey yoxdur. Hər iki soydan, 46 xromosomdan danışırıqsa, 23 atadır, 23 anadır. Sadəcə aktivlik məsələsidir. Ruh seçir ki, mən bu soydan gələn, bu üçlü rəqəmə görə bu enerjilərimi açıram, bu tərəfə gedirəm. Bəzi ruhlar isə ata soyundan gələn rəqəmləri açırlar. Hansını açdığını isə biz pul kanalında görürük artıq. Və xəritədə ki, belə bir pul kanalı var. Oradakı rəqəmlər, hətta məsələn, analar övladlarına peşə seçimi elətdirəndə ki, harada uğurlu olarlar, birinci növbədə mənim fikir verdiyim yer soylardan gələn rəqəmlərdir ki, bu nəsil bu uşağa bacarıq olaraq, potensial olaraq nə verib? Nə ötürüb? Ötürüb. O rəqəmləri izah edirəm anaya. Sonra bu insan gələcəkdə hansı sahədə uğurlu olar? Bu rəqəmi necə aktiv eləmək lazımdır? Onu izah edirəm anaya və sonunda deyir ki, inanırsınız, uşaq özü istəyirdi. Mən deyirdim ki, yox, bu sənlik deyil. Zaten uşaqlar 7 yaşına qədər teta frekansında olduqları üçün onlar gələcəkdə harda uğurlu olacaqlarını bilirlər. Baxın, nə qədər məşhurların, aktyorların, aktrisaların, müğənnilərin deyir ki, mən uşaq vaxtım götürüb mikrofonu oxuyurdum ki, mən müğənni olacağam və yaxud da mən səhnələrdə olacağam. Çünki ruh onu hiss edir. Ruh onu bilir. Bilir, amma dediyim kimi cəmiyyətin yönləndirməsi, ailənin yönləndirməsi, sənə bu aid deyil, sən burada bacarmazsan, çox həqiqətən müxtəlif ssenarilər görürük ki, gəlirlər 40-50 yaşında, artıq biraz biz istərdik ki, daha gənc yaşda gəlsinlər xəritə analizi. Məndə bir balaca fərqli olub. Mən o siz dediyiniz yaş dövründə, uşaq yaşlarında o vaxt dəbdə olan ətir qutuları var idi və yaxud da daraq olardı. Evdəkiləri uzadaraq müsahibə alırmış kimi belə bir olub və sonradan da talim elə jurnalistika ilə birləşdirdim. Jurnalistikadır. Mən də uşaq vaxtı kitabları götürürdüm, gəlirdim ki, oturun, mən sizin müəllimənizəm. Hamı deyirdi, müəllim olacaqsan. Deyirdim, müəllim. Amma bugün, məsələn, çox böyük kütlələrə təlimlər veririk. Çox xoşum gəlirdi, çıxırdım, təbaşirlə yazırdım, deyirdim, sakit olun, məni dinləyin. Yəni, sırf o mövzuda özümü rahat hiss edirdim ki, biriləri məni dinləyir. Halbuki uşaq idim. Yəni, ruh hansı və həyat karman 5. Müəllim olmaqda çətinlik, bir sözünü deməkdə, yəni cəmiyyətə çıxmaqda ki, o karmanı aça gəlmişik.
yəni açmışıq daha doğrusu. Baxın Gövhər xanım, siz qeyd elədiniz var idi ki, nəslin yaşantıları. Bəli. Biz bölgə insanına baxanda görürük ki, 20-ci əsrin əvvəllərində müharibə görən nəslimiz olub. Daha sonra 2-ci Dünya müharibəsində insanımız çətinlik çəkib. Hər nəslin gördüyü çətinliklər olub. Ardınca 1-ci Qarabağ müharibəsi, üzərindən 30 il keçdi, Vətən müharibəsi. Yəni bizim bir Azərbaycanlı olaraq hər nəslin gördüyü çətinliklər olub. Bəs bu növbəti nəsillərə bunu belə çətinlik kimi ötürülür, sınaq kimi ötürülür. Bu proses necə baş verir? Bəli, bu əslində elə ona görə də 2000-dən sonra sistem dəyişməyə başladı. Ona görə həmişə deyirəm, 2000-dən sonra doğulan uşaqlar daha şanslıdırlar. Baxın, gəlirlər anaları 2-3 yaş var, artıq bütün xəritəsini bilir. O sistem iyerarxiya üzrə gedir, yenilənməyə doğru və ona görə də bizim bugünkü gündə məqsədimiz odur ki, həmin o, yəni müsəlman ölkələr olaraq deyək də, məsələn, müharibələr görüb, acılıqlar görülüb, qadınların daha çox zəif olduğu bir cəmiyyətlər olub. Nə baş verir insanların həyatında? Bu gün də artıq özlərini tapa bilmirlər. Özəlliklə qadınlarımız cəmiyyətdə itirmək qorxusu, panik atak, ən çox gördüyümüz, irəliləmək qorxusu. Baxırıq ki, həmin o kodları görürük. Nəsildə savaşa gedib gəlməyiblər və bugünkü gündə bu insan düşünür ki, mən daha da biraz irəliyə addım atsam, birdən bacarmaram. Və bizlər bu kodları açıb üzərinə gedib işlədiyimiz zaman gələn nəsillər artıq bunu daha özgüvənli şəkildə edəcəklər. Özəlliklə 2000 və 2010-cu ildən sonra doğulan uşaqlara fikir versək, onlar tamam başqa bir ampuladadılar. Həm şanslıdılar bizlərə nisbətən, amma əslində bizlər dərkən məsələn 80-lər, 90-lar da 60-70-lərə nisbətən uğurluydular. Yəni daha şanslıydılar. Get-gedə illər bu kodlar açılmağa başlayır. Daha çox açılmağa başlayır. Amma bugünkü gündə ən çox 80-lərin və 90-ların ehtiyacı var rəqəmlərini öyrənməyə, həyatlarını qurmağa ki, zaten ən çox müraciət edən kütlə 80 və 90-lardır bizə hal-hazırda. Çünki onlar bir evin anası və atasıdırlar. Onlar bu sistemi, biz deyirik axı, DNA ilə keçir, xromosomla keçir, enerji ilə uşağa ötürülür. Özəlliklə qadınların o hamiləlik dövründə yaşadıkları 9 ayın içində olan proseslər. Ana şəfalanmasa, cəmiyyət şəfalana bilməyəcək. Qadın təhsillənməsə, qadın başa düşməsə ki, mənim ailəmdə, övladımda mən birinci özümü həll eləməliyəm ki, məndən sonraki övladımda o qorxu olmasın. Eyni şəkildə gəlirlər analizə, baxıram ana nəsillərində həmin rəqəmi. Deyirəm, ananız çoxmu qorxaq idi, çoxmu hər şeyə pessimist yanaşırdı. Ayda, deyir, Gövhər xanım, elə bil mamamı tanıyırsınız. Deyirəm, bəs yaxşı, bugün sən necəsən? Bir anlıq durdu. Əslində mən də eləyəm. Dedim, anladınız? Çünki o samolyot, məsələn, təyyarə düşmə anında oksigen maskasını birinci ana, yəni böyüyə, sonra uşağa verirlər. Bəzən analar da körpə uşaqlarını analiz elətdirməyə gələndə deyirəm, birinci kök. Birinci ata-ana, sonra sən onu aç düzəlt ki, zaten sən onu açıb düzəldə bilməsən o karmanı, o uşaqda o çıxacaq, təkrar çıxacaq orada. Nəsillərdən nəsillərə o rəqəmlər axır. Amma bir nəsil gəlir birisi, ümumiyyətlə görərsiniz, hər nəsildə sanki bir nəfər çıxır, bütün nəslin stereotiplərini dəyişdirir. Bütün nəslin, baxırıq onun xəritəsinə ki, həmin şifrələr o uşağa verilib ki, sən çıxırsan, bu algını dəyişirsən və səndən sonra gələn o nəsillər... İnqilab olur. İnqilab, bəli, 13, rəqəm 13. 13-lər transformasiya və inqilaba gəlirlər nəsillər. 13-lər dedikdə bu doğum tarixi 13-dür, yoxsa bu rəqəm bu necə müəyyənləşdirilir? Doğum tarixi də ola bilir, doğum tarixi, amma ən çox missiyasında, indi baxırda orada xəritədə özəl yerlər var, xəritənin özəl yerlərində, bir də nəsillərdən gələndə. Yuxarı soylar dedimin, bacarıqlar keçir bizə. Yuxarı soylarda da 13 gələndə sanki nəsil deyir ki, artıq bitir elə bu transformasiyanı. Araşdıranda qarşıma bir neçə versiya çıxır. Onlardan biri belədir ki, doğum tarixini gün, ay və il toplanıb yekunda bir rəqəm müəyyənləşdirməlidir. Belədirmi bu? Yoxsa bu necə müəyyənləşir? Məsələn, mən öz sayımı necə tapa bilərəm? Baxın, dediyim kimi, buradan biraz informasiya verə bilərik, amma orada böyük bir sistem açılması var da. 22-yə qədər olan doğum günləri olduğu kimi qalır. 22-dən yuxarı 23-lər, 24-lər, 25-lər, 31-ə qədər də bunlardan həm 22 çıxılır,
həm də üst-üstə gəlinir. Məsələn, 23 doğumlu bir insanın gün enerjisində həm 1 var. Niyə 1? Çünki 23-dən 22-ni çıxdıq. Həm də 5 var. Çünki 2-nin üstünə 3-ü gəldi, aldıq 5-i. 31-i doğumlu bir insan bilmək istəyir ki, görəsən mənim gün enerjim nədir? Onun gün enerjisi həm 9-dur, həm 4-dür. Niyə 4-dür? Çünki 3 üstə gəl 1 4-dür. Amma 31-dən 22 çıxırıq. Çünki dedik axı 22 arxetip, 23 yoxdur. 22-ni keçdisə ondan 22-ni çıxırıq. Həm də öz içində toplayırıq. Yəni 31 həm 4-dür, həm 9-dur. Bu bizim gün enerjilərimiz. Ay enerjilərimiz isə hamıda olduğu kimi qalır. Zaten 12 dənə aydır. Onlar toplanmır. Olduğu kimi 12 ay qalır. İl enerjisinə gələndə eyni şəkildə, məsələn, mən 1986 doğumluyam. 1986-nı toplayanda alınır cavab 24. 24 də 22-dən böyükdür axı. Həm 22 çıxıram ondan, alıram 2, həm də 24 öz arasında toplayıram 2 ilə 4-ü eləyir 6. Və mənim və ümumiyyətlə il enerjimiz çox önəmlidir. Hətta biz proqnoz hesablamalarda, Kabala hesabında ili götürürük əsas. Və il enerjimiz bizim maddi kanalımızdır, kök çakramızdır. Bu dünyada maddiyyata, pula gedən yoldakı ən əsas rəqəmimizdir ki, biz onu düzgün aktiv elədik, həyat bizi axışı ilə aparacaq. Tamam, orada indi o kök çakradan gələndən sonra digər rəqəmlər gəlir, pul kanalı. Amma ən azı qapı il enerjimizdir. Hansı ildənik? Sonra o 3 dənəni toplayırıq, nə alınıbsa, 4-cü rəqəm biz buna missiya deyirik. Bu dünyaya nə üçün gəlmişik? Nəyi göstərməliyik cəmiyyətə, həyata və missiyamız gəlir düşür bizim ömrümüzün 4-cü hissəsinə. Yəni missiyaya 20 yaşda, 21 yaşda gəlmək bir o qədər də olmur. Çünki insan ömrü də dövrlərə bölünür. Birinci dövr ən uzun dövrümüz olur. O baxır, kim də 33 yaşda bitir, kim də 30 yaşda, kim də 28 hesablama ilə bilirik. Hansı yaşda bitirsə üstünə 9 gəlir. Məsələn, məndə 33-də bitib. Üstünə gəldim 39. Ondan sonra 42-dən sonra yenə bir dənə 39 gəlirəm üstünə. Sonra 51-dən sonra bir dənə də 9 gəlirəm və ömrümün sonuna qədər o palasadayam. O dövrdəyəm. Və həmin zolağın üstündə dayanan rəqəmlərə baxırıq. Nə dayanıb orada? Nə istəyir? Sistem məni hardan gəlib hara aparır? Baxın, sizin bu dedikləriniz çox dərindən araşdırılmağa ehtiyacı olan, eyni zamanda çox sadə şəkildə mənimsənilən bir sahə deyil. Mən bunu niyə sahə deyirəm? Çünki bilmirəm, elm kimi təsdiqlənib yoxsa yox. Bəli, Pifaqor bilirsiniz necə bu sistemin əsasını qoyanda zaten bütün burada hər şeyi görürük ki, riyazi hesablama ilədir. Hər şey riyazi hesablamalar və kökü də götürülüb klassik numerologiyadan, Pifaqorun sistemindən. Pifaqorun o üçbucaq sistemindən götürülüb və qədim Roma və Misir mədəniyyətlərindən gələn o Kabala sistemlərindən götürülüb bu rəqəmlər, belə deyək. Sadəcə müasir dövrdə bunu bizə daha rahat, hətta bunun linkləri belə var, yəni hesablamağa gərək yoxdur. Saytdan giririk, yazırıq, link çıxır qarşımıza. Bunu rahat şəkildə analiz edə bilirik. Amma o xəritəni oxuya bilməmiz üçün, çünki xəritəyə baxa bilərsən rəqəmlərə, sadəcə bir rəqəm. Amma orada bir rəqəm yoxdur, orada bir həyat hekayəsi var. Orada rəqəmin yanında nə dayanıb, neçənci dövrə bu gəlir. Bax, hər şey başlayır, görürsünüz, sıralama ilə gedir. Necə dedik? Birinci dövr, ikinci dövr, dördüncü dövr. Mən əgər birinci dövrdə bəzi şeyləri düzgün eləmirəmsə, o sınağa ikinci dövrdə də girəcəm. Ta ki, həyat, sistem məni o sınaqdan çıxardana qədər. Və ona görə də numerologiyanın sırf əsas məsələsi rəqəmlərin dəqiq olduğu üçün dəqiqliyi %100-dür. Yəni %99 demirəm, %100-dür. Bugünə qədər 3000-in üzərindən analiz eləmişik. 3000-in. Və analizlərdə insanların bu məndə necə ola bilir? Rəqəmi müsbətdə yaşayır ya da mənfisində. Amma yox deyə bilməz. Bugün ayın 6-sı doğulan, 5-i doğulan və yaxud da xəritəsinin gün enerjisində olsun, missiyasında olsun, gələn o rəqəmi, tamam, biri yaxşı yaşayır, amma sən pis yaşayırsan. Bir də aylar var. Bu hansı aylarda dünyaya gəlmişiksə, 12 ay. Bu 12 ayın özəlliklərini özümüzdə göstərməliyik. Bunlar da çox önəmlidir. Amma əsas məsələdir odur ki, rəqəmlərin hansı karmada gəlir. Məsələn, ayın 5-i doğulanla karması 5 olan insan o qədər eyni olmaz. Karmasında 5 çıxan insan daha çətin yaşayar o rəqəmi. Nəinki günü 5 olan.
Məsələn, Məslək kanalında çakralar da var orada. Çakraların üzərində rəqəmlər dayanır. Məsələn, mənim üçün ən önəmli olan çakra iman taxtası dediyimiz qəlb çakrasıdır. Qəlb çakramızın üzərində rəqəmlər dayanır. 2 rəqəm dayanır və onun toplamından 3-cü rəqəm çıxır. Və sistem bizə deyir ki, sən əgər bu gün bu rəqəmi gözəl yaşamırsansa, sən necə özünü xoşbəxt hiss edəcəksən? Ona görə də və xoşbəxt hiss etmək niyə lazımdır yaxşı? Bizim frekansımız fizika dəqiq elmdir. %100 elmdir. Və cazibə qüvvəsi var da, Newtonun alma düşdü, yerin cazibə qüvvəsi var. İnsanın da bir cazibə qüvvəsi var. Görürsünüz, məsələn, bir məkana gedəndə birisinin yanında gedib oturmaq istəyirsiniz, söhbət eləmək istəyirsiniz. Amma birisi danışanda sanki yorulursunuz, vaxt necə keçir, istəyirsiniz qaçasınız o insana. Uzaq durmaq istəyirsiniz. Uzaq durmaq istəyirsiniz. Bəli, çünki insanlar rəqəmlərini doğru düzgün yaşamayanda pozitivindən söhbət gedir. Onun cazibə qüvvəsi düşür aşağı. Cəzb etmir heç kəsi. Çünki neqativindədir. O rəqəmləri, o qəlb çakramızın, digər çakralarımızın rəqəmlərini pozitivə gətirməliyəm ki, mən bugün mənim çəkim gücüm yüksəlsin. Və insanın cazibə qüvvəsi qalxdığı zaman nə baş verir? Ən güclü frekansı, məsələn, zənginlik, maddiyyat, məşhurluq, bunlar necədir? Titreşim olaraq, dalğa olaraq yüksək frekansdır. Amma mən bugün həyatdan şikayət edirəm, aqressivəm, əsəbiyəm, rəqəmlərimi pis yaşayıram, hamını qınayıram, yarğılayıram. Nə olur? Düşür frekansım. Nə baş verir həyatımda? Tez-tez pis olaylar. Məsələn, biri gedir tez-tez maşınını dəyir. Birisi gəlir ki, elə hər dəfə məndən bilmədim, pul uduzdum, pul çıxdı, nə bilim, pul itirdim. Çünki belə neqativ olaylar başlayır sənin ətrafında cərəyan etməyə. Və sənin frekansın dəyişdikcə olayların istiqaməti də dəyişir. Hər kəs deyir, mən necə frekansımı dəyişim? Mən neyniyim? Bax, bu sualı verir hər kəs. Neyniyim? Çünki karmanı düzgün aça bilmirsən, tam necə onu araşdırıb açasan və yaxud da ki, sənin frekansını gücləndirən maddi sahən nədir, onları bilmirsən, işləyirəm pul xətrinədir. O deyil axı. Sən axı bilməlisən ki, sənin potensialın hardadır ki, sabah o potensialı açasan. Hər kəsin bir potensialı var və biz bugün niyə görə məşhurları analiz edirik? Dünya ulduzlarını, milli qəhrəmanları, nə bilim, olimpiyadada qalib gələnləri, açırıq xəritəsini, həmin rəqəmi orada görürük. Deyirəm, məsələn, təlimlərdə. Baxın, açdı bu rəqəmi, o bugün gəlmir bizim yanımıza analizə, ehtiyacı da yoxdur. Çünki açıb bütün xəritəsini, tam da nöqtə atışı eləyib öz işlərini. Məsəl üçün, bəzi rəqəmlər var ki, mən onlara deyirəm ki, tikinti sahəsi. Açıram ən məşhur bu tikinti üzrə Türkiyədə, Azərbaycanda öz sözünü deyən, tanınan insanların xəritəsini, həmin rəqəmi orada görürük. Və onları nümunə olaraq göstərirəm ki, baxın, bu insanlar da tikinti işindədirlər, binalar tikirlər, evlər tikirlər və baxın nə qədər önə gediblər. Çünki hər kəsin bir sahəsi var. Hamı bina tikə bilməz, hamı əlinə mikrofon alıb aparıcı ola bilməz, hamı da numeroloq ola bilməz. Yəni, təlimlərə belə seçərkən rəqəmlərinə baxıram. Sabah bu gəlib 2 dəqiqədə bir məntiq yürüdəcək ki, yox, bu belə deyir, bu belədir. Onda hamı eyni gündə doğulub. Çünki sahəsi o deyil. İstəyir, amma enerji ondan onu tələb eləmir. Onun istiqaməti tamam başqadır. Ona görə bunlar çox önəmlidir. Hətta məsləhət görürdüm ki, HR-lar bunu bilsinlər. Mən bugün satış şöbəsinə işçi qoyacağam. Mən baxım görüm bunun bir 5-i varmı, 1-i varmı, bunun 6-sı varmı, bu gəlib satışda nə danışacaq, danışıb özünü ifadə eləyə biləcəkmi, qəşəng məhsulu sata biləcəkmi? Çox gözəl olardı ki, həqiqətən hər kəs uyğun şəkildə və inanıram ki, gələcəkdə bu belə olacaq zaten. Sadəcə təzə başlayıb. Bəs Gövhər xanım, doğum tariximiz insanın xarakterini müəyyənləşdirə bilirmi? Mütləq şəkildə. Məsələn, ilk oturuluşda biz bir-birimizi gün enerjimiz hansı rəqəmdirsə, ətrafımıza onu göstəririk. Yəni, ilk dəfə oturdunuz bir insanla, istər-istəməz xasiyyət olaraq o gününü göstərir. Gün enerjisini yansıdır. Amma onu ən yaxın tanıyan insanlar, yəni ailə üzvləri, dostları, onun o içindəki rəqəmi bilirlər. Yəni ay enerjisini bilirlər. Məsələn, çox sakit birisini görərsiniz, sonra görərsiniz ki, böyük bir işlər bacarıb, deyərsiniz ki, bu necə sakit birisi idi. Çünki ay enerjisində güclü bir rəqəm oturub. Xarakteristikası verir və ilk uğur sayı dediyimiz bir rəqəm var. Bu rəqəmi hesablamaq üçün biz günümüzün üstünə ayımızı gəlirik. Bu bizə daha çox təsir edir. Məsələn, mən bir insanı tanımaq üçün onun gününü, ayını soruşmam, amma ilk uğur sayısına baxaram. Çünki o rəqəmin içində bunun həm daxili, həm xarici dünyası olur. Uğur sayı necə müəyyənləşir? Uğur sayı belə deyək də, sizin doğum tarixiniz.
21-10-1988. 21-10, 88 lazım deyil. 21-10, 21-in üstünə 10 gəlirik, neçə eləyir? 31. 31. Aha. Deməli 31-dən biz belə eləyirik. Necə bayaq dedik? 22 çıxırıq 9, 3 üstə gəl 1 4. Və mən baxıram ki, Urfan bəy necə birisidir? 9-dur. 9 dərvişdir. Səhrada dərviş, ağıllı, o yol gedəndə insanların önünə çıxıb işıq tutan, işıqlandıran, hər şeyin dərininə, dibinə gedən, zaman-zaman yalnızlığını sevən, yalnızlığı ilə aydınlanan 4 nədir? Sahibkar, öz işinin başında olacaq. O qurucudur, o rəhbərdir, o özündən başqa işçilərinə yardım edəndir. Çünki imperator enerjisidir. Mənə artıq 9 ilə 4, görürsünüz 21 və ondan daha çox söz dedi mənə. Çünki daxili dünyanızla xarici dünyanız birləşib, artıq bu insanın zaten 9 bilgə bir ruh. Ruhu ərmiş deyirik, bilgə deyirik, ruslar atşenlik deyir. Yəni insanlığa bilgiləri, məlumatları çatdıran insan, insanlığın yoluna öz bilgiləri ilə işıq tutan insan, və çox da mükəmməlliyyətçi. İşte hər şeyin də dərinliyinə istəyir getsin. Perfeksionist. Perfeksionistlikdən başqa 9-9'lara hətta bəzən deyirəm ki, arxeoloji qazıntılara belə gedə bilərsiniz. O gedib o dərinliyi tapır, sevir o dərinliyi. O iç dünyası, qəribə bir iç dünyası olur 9'un. Bəzən niyə yalnızlaşır 9'a? Deyir, mən sanki heç kəs başa düşmür. Birisi baxır, görür ki, uşaq ağlayır. 9 o uşaq ağlamağının, onun incə nöqtəsinə baxır ki, bu niyə ağlayır? Yəni 9 baxmır, görür. Bir şeyə baxır, onun içindəki o enerjini görür. Bax, belə bir möhtəşəm enerjidir. Bu bizim ilk uğur sayımızdır. Gələk bir insanın o Tıq-Tıq xanımdakı kimi deyir, quyruğuna basanda karmasını çıxardır. Yəni bir insanın kölgə tərəfi, qaranlıq tərəfi, yəni o insandan deyirsə, mən heç belə hərəkət gözləməzdim. Birdən acıqlandırsam sənə, neyinə döyərsən məni? Bəli, bax, o da bizim karmalarımızdır, egolarımız, kölgə tərəflərimiz, görmək istəmədiyimiz xarakterlərimiz. Hələ bəzi rəqəmlər var ki, onlarda əsəb kontrol yoxdur. Aqressiyalarını kontrol etməkdə çətinlik çəkirlər və buna görə də həyatda, üstəlik bəylərdə çox əziyyət çəkirlər. Ki, karma qalib gələndə biz uduzuruq. Yəni karmadakı rəqəmi aktivləşdirirsən, 1-0 o qalib gəldi. Bizim məqsədimiz odur ki, bizim həyat yolumuz var. Bizim həyat yolumuzun üzərində duran rəqəmlər bizim günümüzdür, ayımızdır, ilimizdir və bayaq dediyimiz kimi bunların toplamından alınan missiyamızdır. Və ayrıca bir həyat rəqəmi var, onu da hesablayırıq. Bunlardır. Amma biz həyat yolumuzu gedərkən bizə mane olan, bizə daş atan karmadır. Karmada çıxıb 22, qısıtlanma. Bu insanın da gözəl hədəfləri var işdə. Amma neynir o 22 ona? Komfort zonadan çıxmır. Ya özünü qısıtlayır, ya gəlir həyatına birisi deyir, yox sən bunu eləməyəcəksən. Çünki komfort zonasından çıxmaq istəmir. Amma çox böyük xəyalları var. Yenə karma qalib gəldi. Karmalarımız niyə görə deyirik ki, karmik numerologiya? Deyək numerologiyada. Karmik numerologiya. Çünki birinci biz o karma maraqlıdır ki, mən olsa bu yolumu gedirəm. Zaten insanların çoxusu gününü, ayını normal, pozitivdə yaşayarlar. Amma nə imkan vermir o karmada çıxan 10 dənə rəqəm. O rəqəmləri mən əgər tanımıramsa, bugün onları öz nəzarətim altına ala bilmirəmsə, kontroldan çıxartmışamsa, mən zaten bu yolu gedəndə onlar mənə imkan verməyəcək yolumu gedim. Baxın, belə bir deyim var da, alın yazısı, talih. Numerologiya taleyi dəyişə bilir, yoxsa hər şey öncədən müəyyənləşib artıq? Baxın, bu bayaq dediyim sözə gəlirəm də, Tanrı azad iradə ilə, bəli, külli iradə var, hansı ki qədər, bu ölüm, bu doğum, bitdi. Ölümlə doğum bizim qədərimizdir, yəni külli iradədir, biz onu dəyişə bilmərik Tanrının. Amma azad iradə qanununu niyə Tanrı bizə verdi? Ki, biz əməllərimizlə bir şeyi dəyişə bilərik. Yəni, taleyimizin qurucusu və yazıcısı özümüzük, öz əməllərimizdir. Bu insan bütün günü pislik eləyir. Nə qədər ucalsın, karma qanunu var. O qədər ucalan insanları gördük ki, indi hal-hazırda ortalıqda yoxdular. Elədikləri yanlışlar gəldi. Hələ də özəl bir şifrələr var xəritədə. Onları görəndə birinci deyirəm ki, ehtiyatlı olun. Şeytan sizi azdırar, qanun sizi vuracaq, sonunuz həbsxanadır. Direkt o üçlü şifrəni görürəm orada. Ki, bunun üzərində bəzi tanınmışların analizlərini eləmişik qrupdakı uşaqlarla, tələbələrimizlə. Ki, baxın, gördünüz, bu şeyləri əməl etmədiyi üçün sonu hara getdi? O qədər onun kimi eyni gündə həmin insan da doğulub, eyni gündə 3 insan doğulub. Biri bugün həbsdədir, ikisi həbsdə deyil.
O da üçü də düşsün də həbsə əgər qədər idisə. Demək ki, o azad iradə qanunu ilə seçimlə burada nəfs məsələsi var. Nəfsinə qalib gələn, zaten şeytan bizi neydə aldadır? Nəfsdə. Özəlliklə dediyim kimi bəzi rəqəmlər var ki, numerologiyanı tanıyandan sonra ümumiyyətlə insanları qınaya bilmirik. Çünki o qədər bəzi rəqəmlər və şifrələr var ki, o nəfs, ona qalib gəlmək çox çətin olur. O qədər bu insan, yəni ilahi bağı Tanrı ilə güclü olmalıdır və yaxud da həyatında olan birisi onu yönləndirməlidir. Gedişatı oxumaq mümkündür o zaman. Möhtəşəm şəkildə. Keçənlərdə bir xanımı analiz elədim oğlu üçün. Sadəcə müəyyən şeylər dedim ona ki, biraz bu uşağa ehtiyatlı olun. Yəni heç bir şey yoxdur, uşaq da 12-13 yaşı var. Amma elə bir şifrələri var idi. Həm zənginlik şifrəsi var, həm də bu zənginliyə aldanmaq. Və ona dedim ki, onu indidən Allahla, Tanrı ilə bağı, nəfsi ilə bağını o qədər gücləndirin ki, yəni necə qoyduq elə gedir də sistem. Bu uşaq böyüyüb ora çatacaq, o %100. Amma ora çatandan sonra o yanlış yollara girməsin və indidən onun beyninə, o şuuraltısına deyirik, otuzdurun ki, sən busan. Sən bax bu şeyləri eləsən, bunu bir qorxu olaraq yox ha, sadəcə yönləndirmə olaraq. Təbii ona görə deyirəm də bu müasir nəsillər daha şanslıdır. O zamanlar 80-lərdə, 90-larda kim bunu gəlib deyirdi. Amma siz indi düşünün 2050-ci ildən sonra hansı sistemlər çıxacaq? Artıq hər şey proqramlaşdı. İrəliləyən dəqiqələrdə numerologiyanın gələcəyindən danışacağıq, amma mən istərdim baxın, əgər ki bu məqama gəldik ki, bir kəsin xəritəsi açılır, rəqəmləri müəyyənləşir və orada bizə sos siqnalı verəcək rəqəmlər var. Mütləq. Bu deməkdir ki, həmin o rəqəmlər bir də qorxulu rəqəmlərdir. Hansı rəqəmlərdir bunlar? Əslində bütün rəqəmlərin qorxulu və pozitiv tərəfləri var, bütün rəqəmlərin. Amma müəyyən rəqəmlər var ki, həqiqətən də biraz insanı çətinliyə salır. Müəyyən yerlərdə, müəyyən o karmik zonalarda çıxanda. Çünki artıq səndən iradənin ən pük nöqtəsini istəyir, nəfsini aşmağını. 15-ci arkandır, 16-dır, 18-dir, 13-dür, 8-in özüdür, haqqa girmək, 12-dir. Bu rəqəmlər biraz bəzən də 22 də ola bilir. Bu rəqəmlər bizi müəyyən bir nöqtələrdə əgər düzgün aça bilmiriksə, həyatda sınaqlara tabe tutur. Ona görə də dediyim kimi bəzən şifrələr var. Məsələn, nəyin yanında nə dayanır? O 3 rəqəm bir ortaya gələndə bizdən bir şey istəyir. Məsələn, o matriksdə daha güclüdür. Tutalım 5, 8, 15 şifrəsi deyirik. Nəslini, ailəsini utandıran birisi, ailə üzvlərindən birini bağışlaya bilmir. Çünki orada ailəsinin haqqına girib də yaşamlarında, nəsillərində ya olub ya da keçmiş yaşamında. Bu insanı orada da 15 oturub. Yəni hər arkananı təmsil edən bir simvol var. 1-dən 22-yə qədər. Carl Jung'un da nəzəriyyəsində bu var. 1-dən 22-yə qədər. 15-ci arkanada şeytan şəklini görürük. Kassa görürük, pul görürük və 2 cisim, qadın və bəyin zəncirlə o kassaya bağlandığını və hər yerdə alovların yandığını. Yəni 15-ci bütün arkanalar gözəldir, elə 15-in özü də. Amma o şeytana deyir aldanarsan, sən o zəncirə həbs olarsan. Bu da maddi asılılıqdır, müəyyən asılılıqlardır, müəyyən neqativ vərdişlərdir ki, pis vərdişləri, bugün pis vərdişlərə görə həyatı məhv olan məşhurların xəritəsini açaq, bir-bir açmışıq. Hamısında o rəqəm dayanıb. Bu sınaq xarakterli açılımdır. Açır, Yəni özləri müraciət etməyiblər. Yox, onlar üçün açmamışıq. Bunu təlim, necə ki, məsələn, tibb universitetində belə deyək də yarırlar, əməliyyat zamanı göstərirlər ki, əməliyyat necə gedəcək. Biz də təlimçilərimizə bu həyatlarını pozitivində və neqativində yaşayan insanların, deyək ki, məşhurların göz önündə, zaten onlar göz önündədir, hamı tanıyır onları. Onların xəritəsinə baxırıq ki, bax, bu 15 ilə hara getdi, çıxdı. Təkdən təbii ki də 15-də deyil, yanında bir 16-22 var idi. Ümumiyyətlə sürüd apardı onu. Çünki düzgün aktivizasiya edir. Digər bir insana baxırıq, onun da 15-i var. Tam əksinə böyük, məşhur, qlobal işlərin başında dayanıb. Çünki onda nəfsini də idarə etdi və öz xarizmasını istifadə etdi orada. O şeytan kassada nə demək istəyir? At şeytanı, götür kassadakı pulu. Zaten 15 pul enerjisidir, zənginlikdir. Amma sən o şeytanı aldadıb o kassadan salmalısan. Bunlara simvollar deyirik. Arxetip və taro kartlarının üzərində olan 22 arkananın simvolları.
Məsələn, müəyyən arxetiplərə biz deyirik ki, arı simvolu istifadə elə, nar simvolu istifadə elə, sənə su simvolu düşür, su kodlamaları elə və xanım həqiqətən də o rəqəmi neqativdə yaşadığı üçün bədəni şişir və deyir, heç nə yemirəm, ödəm tutur bədənim, sudan qorxur, suyun altına ümumiyyətlə girə bilmir dənizdə. Çünki o rəqəmin keçmiş yaşamında su ilə bağlı bir problemi olub. Artıq ikinci dəfədir ki, bu keçmiş yaşamında və ya ki, əvvəlki həyatında belə bir ifadələri işlətdiniz. İstədim bunun üzərinə bir balaca gələk. Spiritizm nəzəriyyəsinə əsasən insanlar, ruhumuz fərqli bədənlərdə bir neçə dəfə gəlir ki, ruh arınsın və təkamül etsin, kamilləşsin. O zaman numerologiya da bunu təsdiq edir. Bilirsiniz, burada fikir ayrılığı var deyə mən heç birini deyə bilmərəm ki, bu %100 belədir. Çünki insanlar deyəcək ki, özəlliklə dinlə bağlı olan insanlar bunu ümumiyyətlə qəbul etmir. Amma halbuki onun özündə belə ruhun təkamül məsələsi var. Sadəcə belə deyim, burada karma dediyimiz nöqtələr ki var, bunlar bizim ruhumuzun keçmiş yaşam deyək hələ ki, sonra deyəcəm bu başqa nə ola bilər. Yarım qaldığı və həll eləmədiyi mövzudur ki, gəlmişik bu həyata. Missiya tamamlanmayıb. Missiya tamamlanmayıb. Baxıram karmasında 2 var, misal. Bu insan zaten anası ilə düzləşməyib keçmiş yaşamında. İndi də ana ilə yola getmir. Proses davam edir. Sən axı gəlmişdin bu 2-ni açmağa. Sən elə aça bilmirsən bu 2-də. İndi də ana ilə danışmır, ana ilə yola getmir. O rəqəmi orada görürük. Və digər tərəfdə isə biz buna baxanda ya keçmiş yaşam deyirik, ya da sənin nəsillərində biri bunu belə yaşayıb. Ona görə 2 ampuladan baxırıq buna. Bunu biz deyə bilmərik, sırf sənin kadim ruhunun karmasıdır. Yəni sən keçmiş yaşamında bunu eləmirsən, gəlib bunu gör. Ola bilər o sənin keçmiş yaşamın olmasın, amma illa ki sənin ya ata ya ana soylarında həmin prosesi yaşayan bir ulu nənən, ulu baban olub ki, o gəlib sənin burada düşüb karmana. Məsələn, karmik numerologiya biraz sərt deyir, amma səthi deyir. Deyir səndə 20 var karmanda. Amma demir bu 20 sənə ata nəslindən gəlib, ana nəslindən. Deyir ya sənin qədim ruhunda olub bu, yarım qoymusan bu məsələni, ya da nəsillərində. Amma o dediyimiz digər xəritə ki var, üçlü kodlar deyirəm, matrix. Matrix xırdalayır. Ata soyu bunları yaşayıb, ana soyu bunları yaşayıb. Məsəl üçün mən görürəm orada karmik numerologiyada ki 5 var karmada. Keçirəm bu bir xəritəyə, baxıb görəm həmin 5 dayanıb ana soyunun kənarında. Dedim, indi anladım, bu 5 sənə yəni də deyirəm, bunu %100 deyil ki, qədim ruhun karmasıdır. Amma 100% o məsələ həll olunmamış qalıb. Karma həll olunmamış məsələdir. Günümüz, ayımız, ilimiz o deyil. Günümüz, ayımız, ilimiz, misyonumuz, biz bu dünyada nə üçün varıq? Kimə nələri göstərməyə gəlmişik? Amma bura gedən yolda çoxsu niyə öz missiyasını yaşaya bilmir? Gününü, ayını, yolunu. Karmadakı rəqəmlər imkan vermədi ona. Ona görə mənim üçün şəxsi fikrimdir, karmik zonada dayanan rəqəmlər çox önəmlidir. Onları çözsək, zaten hamımız öz yolumuzu rahat və axıcı şəkildə gedəcəyik. Orada gəlir 22 çıxır, ya ata qısıtlayır, tez ailə qurdurur, qız oxuya bilmir. Sonra yoldaşı gəlir, başlayır onu qısıtlayır. Baxırıq ki, nəsillərin hər iki soyunda 22 var. Elə bugün səhər elə bir xanımı analiz eləmişəm. Xanımın həyat karması 22, bugün matriksini eləyirəm. Zaten işləmir, həyat yoldaşı icazə vermir. Amma söhbət həyat yoldaşlıq deyil. O dəyişsə o da dəyişəcək. Və hər iki soyunda görürük 22 dayanıb. Soy davam edir bu qısıtlanma enerjisi. Nəsildən nəslə ötürülür. Ötürülür. 22 rəqəmini qeyd elədiniz. Mən istədim onun yanına daha 2 rəqəm də əlavə eləyim. 11, 33 və eyni zamanda 22. Bunlar master saylar hesab olunur. Nə deməkdir master say? Siz klassik numerologiyada, biz bayaqdan danışırıq karma numerologiya, matrix, amma klassik numerologiyada rəqəmlər 9-a qədərdir. Və hesablananda 11, 22, 33 çıxan rəqəmlər zaten 33 çox nadir hallarda çıxır ki, o çox ustad bir rəqəmdir. 11 və 22 indigo deyirik. İndigo dəyişimə gələnlərdir. Yəni onun elədikləri bir dəyişim eləyəcək bu həyatda. Məsəl üçün klassik numerologiyada 2 rəqəm yan-yana gələndə toplayırıq öz içində. Amma 11-i toplamırıq məsələn. 22-ni toplamırıq. Amma bu ayın 22-si doğulan deyil, ayın 11-i də doğulan deyil. Gününü, ayını, ilini hesablayıb və yaxud da ki isim ad analizində toplayıb aldığımız rəqəmdən söhbət gedir. Bayaq dediklərimdə günlərdə daxildir. 22-si doğulanda daxildir. Karması 22 olanda daxildir. Amma indi sizin dediyiniz 11, 22, 33 bunlar master rəqəmlər, indigolar və ustad rəqəmlər. Bunlar elə deyil. Bunlar üçünün də toplamından, ayın, günün, ilin toplamı
Əgər 22 gələrsə, öz içində toplanmır klassik numerologiyada, 11 gələrsə toplanmır, bir də 33 və zaten 33 çox nadir hallarda gəlir. Çünki o ən ustad rəqəmlərdən biridir. Gərək çox nadir çıxan rəqəmlərdir, belə deyim ki, onlar elə dəyişimə və dönüşümə gəlirlər bu həyatda, ustad ruhlar olaraq. Gövhər xanım, bu qədər məlumata, bu qədər biliyə yiyələndikdən sonra öz həyatınızda nələr dəyişmisiniz? Öz həyatımda çox şey dəyişmişəm, amma məsələ orasındadır ki, öz həyatımı dəyişəndən sonra bilmişəm xəritələri. Yəni öncəliyim xəritələr olmayıb, yəni şuuraltı terapiyalarla məşğul olmuşam və daha sonra xəritələrimi öyrənəndən sonra anlamışam ki, niyə görə mən bu sahəyə gəlmişəm. Missiyamda 13 və 3 var. Ümumiyyətlə qadınların və uşaqların həyatında transformasiya eləmək. Və məslək kanalımda 3 var. Qadın və uşaqları oyanışda onlarla işləmək. Halbuki bundan öncə işlədiyim orqanda, dövlət orqanında 14 il işləmişəm. Və tam da başqa bir sahə, başqa bir sfera, amma o içimdəki o enerji ki var idi ki, tuta bilmirdim özümü. Özümü ora aid hiss etmirdim, belə deyək. Bugün belə insanlar çoxdur. İşlədiyi sahəyə işləyirlər, müəyyən bilirsiniz, maddiyata görə. Amma özlərini ora aid hiss etmirlər. O ki, insan gəlir özünün aid olduğu sahəyə, yerə, başlayır orada halüqələr yaratmağa. Orada da yaradaydı da bu insan həmin insandır, orada da, burada da. Orada sönmüş bir insan idi, sadəcə günlük işini görən və gəlirləri müəyyən bir çərçivədə olan insan. Məsələn, bankda çalışan biri hansı xarüqələr yarada bilər? Öz sahəsində, indi onun xəritəsinə baxmalıyıq ki, bu insan hara gedir, dediyimiz kimi o 4 level var da ömrümüzün həyatı. Zaten 22-23 yaşında olan insan heç bir xarüqə yarada bilməz. Onun missiyası var. Gələr, oxuyar, öyrənər, əgər onun xaricə çıxışı varsa, ümumiyyətlə xariclə bağlı işləri görməlidir. Missiyasında 5-i və 9-u varsa, bunu mütaliə etməlidir. Artıq özündən sonra gələn gənc nəslərə bunun bir kursunu açmalıdır. Yəni inan orada belə incəliklər var. Bank sektorunda işləyən insanların da 8-lərdir, 10-lardır. Rəqəmsal bir rəqəm olmalıdır. Sırf məntiqi tələb edən bir rəqəm olmalıdır xəritəsində. Gəlib çıxıb xəritədə hamısı incəsənət yönümlü rəqəmlər, ruhsal rəqəmlər, 6, 17, 18. Bu insan gedib oturub bütün günü kompüterin qabağında rəqəmsal olaraq bir işlə məşğuldur. Dayana bilməz, ruhu dayana bilməz orada. Onun ruhu yaratmaq istəyir, yaradıcılıq istəyir. Amma elə insanlar var ki, tək istəyirlər işləsinlər. Sırf dəqiq, konkret, rəqəmsal olaraq. Onları da görürük xəritədə. Bir də adla bağlı məsələ istərdim bir balaca toxunaq. Gövhər sizin adınızdır. Sulcan, onu bir əlavə ad kimi də qəbul etmişsiniz. Bu missiya nədir? Bilirsiniz, adlar bu çox böyük bir geniş mövzudur. Düşünün, xəritə analizi kimi bir şeydir. Və bu klassik numerologiyada da var. Əslində klassik numerologiyaya görə ad seçimi edirik. Karmik numerologiyaya görə biz nəyə baxırıq? Bu insanın ad enerjisi rəqəm olaraq neçədir? Məsələn, deyək ki, 5 ad enerjisi. Məsələn, bir adı misal deyə bilərik ki, kim məsələn... Məsələn, öz adımı deyə bilərəm. Mən indi hazır bildiyim, Aysel adı. Biz çox tez-tez analiz edirik bu adı. Aysel adının enerjisində 5 və 9 dayanır. 5 və 9. Karmik numerologiyaya görə hələ ki deyirəm. Əgər bu 5 ilə 9 gələr bu Aysel, kimdirsə Ayseldə doğum tarixləri müxtəlifdir. Maşallah olsun 5 nəfərdən 3-ü də Ayseldir. Karmasında çıxarsa, bu insanlar həyatda yalnızlıq, istədiyi sahədə oxuya bilməmə, peşəsi ilə bağlı problemlər yaşayarlar. Aysel 5 və 9 enerjisi nə olmalıdır? Müəllim, həkim, terapist, insanlara yol göstərən, yön göstərən. Əgər Aysel adlı olan insanlar 5 və 9-u aktivizasiya eləyə bilməyiblərsə bugünə qədər, onların enerjisi zəifləyə gedəcək. Gəlirik klassik numerologiyaya. Klassik numerologiya biraz fərqlidir. Biz burada çakralara baxırıq. A hərfi, birinci çakra, kök çakra ilə başlayır. Bir-bir hərflərinə baxırıq, sonra soy isminə baxırıq. Baxırıq, görürük ki, bu insanın, məsələn, ikinci çakrası boşdur və yaxud üçüncü çakrasında olan o hərflər, məsələn, üçüncü çakrada hansı ki, hərflər dayanır o zolaqda, bu insanın nə adında, nə soyadında, məsələn, məndə elə idi, o rəqəm yoxdur. Üçüncü çakra nədir? Bizim səhnədə olan çakramızdır da. Bu insanlar var ya, bəzən deyir, mən bu qədər çalışıram, vuruşuram, həqiqətən də savadlıdır. Amma
bir şəkildə çıxa bilmirlər Hər səviyyəyə. yerə CV göndərirəm, heç yerdən Alınmır. geri dönüş gəlmir. Oradakı 3-cü çakra hərfi yoxdur. Bu insanı çətinləşdirir. Hələ dediyim kimi karmik numerologiya tərəfi ayrıdır. O adın da enerjisi bir rəqəmə dönüşür də. O rəqəmi necə yaşayır? Vay o haldan ki, o rəqəm gəlib düşüb karmaya. Onsuz da karma çətin. Hələ bir yandan da bu gəlib düşüb karmaya. Bir də orada yeni ad verərkən biz insanlara öncə hesablayırıq o çakralarını ki, dolubmu o ad? Dolmayıbsa, məsələn, mənim Günel adından xoşum gəlir, Zəhra adından xoşum gəlir, yox. O rəqəm, o hərflər, məsələn, 8 dənə hərf yoxdur da, ya da 5 dənə hərf. O hərfə uyğun bir ad düzəldib veririk ki, səndə zaten burası Ayseldir də, Aysel dolub. İndi Ayselin yanına bir ad qoyaq ki, hansı ki, o da A, Y, S, E-li hərfləri olmasın. Maksimum bir dəfə təkrarlana bilər. Orada olmayan rəqəmli hərflərdən olan o ad olsun və orada da pin kod məsələsi var. Bizim doğum tariximizin bir pin kodu var. O seçdiyimiz ad pin kodu keçməməlidir. Ona görə bu biraz mütəxəssisə müraciət olunan işdir ki, fərdi şəkildə özüm eləyim. İnsan həyatı alt-üst ola bilər bundan sonra. Bu biraz qəliz məsələdir. Ad məsələsində çox ehtiyatlı olunmalıdır və adımızdır, doğum tariximizdir və planetlərimizdir. Bunlar bizim qədərsəl döngülərimiz. Sadəcə karmik numerologiyada da həqiqətən bəzi şeylər var ki, biz onları yaşamalıyıq. Ümumiyyətlə, son illər ölkəmizdə numerologiyaya marağın artdığını görürük. Bəs siz özünüz numerologiyanın gələcəyini necə görürsünüz? Gələcəyini daha möhtəşəm görürəm. Yəni 20 il bundan qabaq hər kəs klassik numerologiya ilə sadə 9 rəqəm ətrafında danışırdısa, bu gün biz böyük bir sistem haqqında 22 arkanlarla danışırıq. Amma bundan bir 15-20 il öncə sonrasında isə yeni kəşflərin olacağını, yəni hiss edirəm, bilirəm. Çünki artıq o qədər yenilənmələr başlayıb ki, həm sadələşir sistem, mürəkkəbdən sadəyə doğru gedir. Həm də bizim əlimizdə daha rahat məlumatlar olacaq. Ən əsası isə bu kodları açmağın. Kodlar var zaten. Get-gedə də inkişaf edir. Bir dənə qalıb ki, o kodları açmağımız, o kodları düzgün aktiv edib öz həyatlarımıza və ətrafımızda, cəmiyyətdəki olan insanların, özəlliklə gələcək nəslin düzgün peşə seçimində, düzgün həyat yolu seçimində bu valideynlərin üzərinə düşən bir görevdir. Gələcəkdə numerologiyanın isə daha böyük qollarını, bəlkə də yeni kəşflərini, çox yeni. Kim deyə bilərdi ki, 20 il bundan öncə bu qədər məlumat olacaq əlimizdə? Sadəcə 9 dənə rəqəm bilirdik, onun da mənfisini, müsbətini. Amma indi bütün o 22 yol getdiyimiz, necə açmalıyıq, nə etməliyik, düşünün 30 il sonra bundan da mükəmməl sistemlər gələcək həyatımıza. Təşəkkür edirik sizə, minnətdarıq, dəyərli vaxtınızı ayırdınız, həmsöhbətimiz oldunuz. Əziz dostlar, bugün həmsöhbətim numerolog, şuuraltı terapist Gövhər Sulcan idi. Yenidən görüşəcəyik. Sağ olun.